Neçə dəfə özünə demisən, sabah başlayacağım, sabah idman. Amma sabah gəlir, yenə də heç nə dəyişmir. İnsan nəyə görə həyatı ertələyir? Qorxular ümumiyyətlə bizi necə saxlayır? Ən əsası bizi saxlayan qorxulardır. Biz uşaqlıqdan yürüdülmüş proqramlarla yaşayırıq və o proqramlar bizim gündəlik həyatımızda məhdudlaşdırır. Yəni, uşaqlıqdan gətirdiyimiz proqramlar bizi tam olaraq indiki zamanı yaşamağa izin vermir. Mən uzun müddət transformasiya həyatımda böyük bir transformasiya baş verir və uzun müddət özümlə məşğul olmuşam, özümlə tək qalıb, özümü araşdırmışam və bu müddətcə çox proqramlar üzə çıxıb və bunları hissə çalışmışam ki, üzərində çalışım. Və ən əsas özümə bir qərar vermişəm. O qərar həyatımı dəyişib. Ki, mən həyatımı ertələməyəcəm, sabaha saxlamayacam. Çünki sabah olmaya da bilər, sabaha sağ çıxmaya da bilərik. Heç kim bizə garanti verməyib ki, sabah sən həyatda olacaqsan. O qədər insan var ki, yatıb durmayıb, səhəri açmayıb. Yeganə mənim insightım nə haqda olub, ən əsas nəyə başa düşmüşəm ki, həyat sabahdan ibarətdir, həyat indidən ibarətdir. Bütün mənəvi dinlər falan deyir ki, indi. Quran özü andan deyir, yəni anıvı qur. Yəni indiki anım var. Bu andan başla, qərar ver və o qərara sabit qal. Əsas bizə, mən düşünürəm, iradə izin vermir. Çünki biz bir şey qərar verəndən sonra çox məsuliyyətsiz yanaşırıq qərara qarşı və mən özüm də elə olmuşam. Mən demirəm ki, mən birdən-birə gəlmişəm bu yerə. Mən həyatımın çox hissəsini, daha doğrusu, prokrastinasiya keçirmişəm. Procrastination sözü sabaha ertələmək kimi gedir. Yəni, ingilis sözüdür. Azərbaycan dilində istifadə olunur prokrastinasiya. Sonra başa düşdüm ki, bu mənim çox pis bir vərdişimdir. Vərdiş halına gəlib. Adicə evdə gündəlik işlərdə sabah edərəm, sabah paltar atarım yumağa, nə bilim, sabah bunu edərəm, sabah gedərəm. 1000 dənə şeyə yetəlirdim. Artıq elə bir pis vərdişə çevrilmişdi ki, həyatımda mən gördüm ki, belə davam etsə, yəni heç nə əldə etməyəcəm. Ona görə də qərar verdim ki, bu prokrastinasiyanı yavaş-yavaş mən üzərində çalışım. Və indi demirəm ki, mükəmməl bir şəkildə həll eləmişəm, xeyr. Sadəcə kiçik addımlarla artıq uğura doğru gedirəm. Videonu sonlandıraraq nə demək istəyirəm? Qısacası, sabaha heç vaxt düşünmə, anını yaşa. İndi mən burada oturmuşam, gözəl göl var. Gölün qarşısında
həyatın necə gözəl olduğunu başa düşürsən, təbiətin necə gözəl olduğunu başa düşürsən. Yəni, həqiqətən anda qalmaq çox gözəl bir şeydir. Ona görə anınızı yaşayın. Sevin həyatı. Çünki bu dünya biz varıq deyənə bizə görə var. Sən olmasan bu dünya da olmayacaq zaten. Sonda videonun sonunda əgər bu videonu bura qədər izlədinsə bəyəndi düyməsini bas, dostlarla paylaş, komment yaz. Bəlkə başqalar da videodan faydalanar və özünə yaxşı bax. Növbəti videolarda görüşmək ümidi ilə.